Salam əziz dostlar, yenə də mən, yenə də Sumqayıt Texnologiyalar Parkı barədə danışacağım. Yenə də Azərbaycan xalqının, Azərbaycan əhalisinin prezidentə və birinci vitse-prezidentə müraciətlərindən danışacağım. Söhbətimə keçməmiş bir balaca haşiyə çıxım, mənə 2 dənə sual veriblər. Birinci sual oydu ki, bu dediklərimin bir xeyri olacaqmı? Yadınızdadır, mən 2018-ci ildə əhalinin banklara girov qaldığı barədə bir neçə dəfə danışdım. Yəni, əhali kütləvi şəkildə bankların girovuna çevrilmişdi. Azərbaycan əhalisinin bəlkə də 90% bankların girovu idi. Və mən bu barədə əhalinin banklar qarşısında intiharı barədə və s. və ilaxır bir neçə dəfə danışdım və məni aidiyyatı qurumlara, o cümlədən prezident aparatına dəvət elədilər və dedilər ki, nə təklifin var? Yəni, danışırsan, bir təklifin varmı? Və mən də öz təkliflərimi verdim. 2019-cu ilin fevralının sonlarında mənə zəng gəldi və dedilər, Rafi müəllim, sizi təbrik edirəm. Dedim, nə ilə bağlı? Dedilər, bəs Sənət prezidentin son üstündədir. Onu imzalayacaqlar və orada sizin verdiyiniz tezislərdən də istifadə olunub. Yəni, tək mənim yoxdur, Azərbaycan əhalisi bu məsələyə münasibət bildirən şəxslərin hamısının. Və mən çox sevindim ki, belə və qərar çıxanda həqiqətən mən orada öz təkliflərimə bir ikisini görəndə çox sevindim. Çox sevindim ki, mənim də heç olmasa bu Azərbaycan xalqına kiçik bir xeyrim deyildi. Və bugün mənim danışmağımın, bugün də danışacağım, 2-3 gündən sonra bir də danışacağım, o gün də danışmışdım. Və mən hələ danışacağım. Azərbaycan xalqının, yəni haqqı tapdanmış Azərbaycan xalqının səsini mən hökmən prezidentə çatdıracağam. Hökmən. Bu səs prezidentə çatmalıdır. Prezident başa düşməlidir ki, xalqla onun arasında uçurumu kim yaradır, kimlər yaradır. İkinci məsələ o idi ki, mənə belə deyək, daxili işlər orqanlarında işləyən bir vətəndaşdan, yoldaşdan tanışım bir zəng edir ki, Rafi müəllim, bu çıxışları var, daxili işlər nazirinin bir də baş prokuroru otaq edirsən, onların burada nə günahı var? Dedim, elə əsas günah onların da. Yəni, onlar vətəndaşların müraciətlərini dəqiq araşdırsalar, belə deyək, qara qüvvələrə əyilib araşdırmasalar, cəmaət prezidentin qəbuluna nə gedir ki? Şəxsən mən prezidentə niyə müraciət eləməliyəm ki, əgər mənim müraciətimi Daxili İşlər Nazirliyi ilə Baş Prokurorluq yerində, vaxtında araşdırsaydı, belə deyək, bu cinayəti törətmiş şəxsləri cəzalandırsaydı, məni günahkar çıxartmasaydılar, mən prezidentə niyə müraciət edirdim ki? Hadisədən vaqe olmayanlar üçün, hadisədən bir xəbər olanlar üçün bildirim ki, 2023-cü ilin iyul ayında mənim yoldaşıma Sumqayıt Texnologiyalar Parkında böyük baskılar var və bu baskıların əsası da milli zəmindədir. 2023-cü ilin avqustun 17-sində mənim yoldaşımız Sumqayıt Texnologiyalar Parkına aidiyyatı olmayan Sumqayıt Üst Trikotaj Fabrikinə, hansında ki, insan deyilən şey olmayıb. 2 mühafizəçi, küçə itləri, siçovullar, ilanlar və s. Heç kim olmayıb. Orada çayçı işləməyə göndəriblər. 2023-cü ilin avqustun 2-sində yoldaşım qayıdır STP-yə və ona deyirlər ki, sən bunu niyə görürsən? Sən iş yerin fabrikdir. Bu deyir, axı fabrikin STP-nin aidiyyatı var. Əgər mən oraya göndərirsə, mən bir kağız verin ki, sabah mənim başıma orada bir iş gəldi, bir falan oldu da, heç olmasın mənim əmrdə bir sənəd olsun, məni oraya siz göndərmişsiniz. Deyirlər, yox, biz o kağızı verəməliyik, gəl otur orada. Bu da deyir, mən getmirəm, onda deyirlər ki, sabahdan da zavodda işə çıxma, biz bir şey fikirləşərik. Oktyabrda 21-22 gün bu adam evdə oturur. Yəni, bir STP-də 1 saat icazə almaq üçün sənin 2 saatin pulunu tuturlar. Bu 21-22 gün evdə oturur, bunun pulunu tutmurlar da, yəni, özləri var, axı ged otur evdə. Nəysə, oktyabrın axırı bunu çağırırlar işə.
öz iş yerinə buraxmırlar, yenə də başqa yerə göndərirlər. Bunun üçün də fərqinə ki, ora olmasın, bura olsun, işləyir də öz üçün. Və noyabrın 1-dən buna təzyiqlər başlayır ki, gəl ərzəvi yaz, müqaviləvi ləğv elə, yeni iş yerindən yeni müqavilə bağla. Bu da başa düşür ki, bunun müddətsiz müqaviləsini ləğv edib, müddətli müqaviləyə keçirdi, bunu işdən çıxartmaq istəyirlər. Təbii ki, buna razılaşmır. Uzun sözün qısası, bütün bu haqq hesablar bu insanı o vəziyyətə salır ki, bu insan hətta belə deyək də, sağalmaz xəstəliyə tutulur. Və bütün bu faktlarla biz polisə, prokurorluğa müraciət eləmişik, məhkəməyə müraciət eləmişik. Və bilirsiniz, maraqlı nədir? Polis prokuror deyir ki, burada adam ölməyib ki, biz deyir, burada heç nə yoxdur. Bu məhkəməlidir. Məhkəmə deyir ki, burada cinayət işi var, bunu polis prokuror araşdırmalıdır. Biz deyir, burada nə var ki? Bu onun üstünadır, o bunun üstünə. Niyə? Çünki hamısı Sumqayıt Texnologiya Parkının vəkilləri rolunda çıxış edirlər. Hamısı həm polis, həm prokurorluq, həm də məhkəmə. Siz fikir verin ki, məhkəmədə səs yazısına qulaq asırıq ki, axı STP deyir, biz onu fabrikaya göndərməmişik, yalan deyir, üstümüzdə şər atır. Və orada icrası direktorun birinci müavini Mehman Əhmədovla mənim yoldaşımın səs yazısı var. Orada ona deyir ki, mən istəmirəm də sən işsiz qalasan. Mənim güvən deyir, yaxşılıqdır, uşaq başarılıdır. Yoldaşım da deyir, sən mənim işsiz qalmağımı istəmirdiniz, garantiya verirsən, deyir, verirəm. Deyir, garantiya verirdinizsə, burada mən fabrika niyə göndərirdim ki, Sumqayıt Üstəqata fabrika. Deyir, göndərmişik, pulumu vermişik də. Pulumu almışam. Və bu səs yazısına qulaq asandan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərindən bilirsiniz mənə nə dedi? İndi bu bunlara nəsə görün baxım ediblər yəqin. Bunlar STP-nin vəkili onda çıxış edirlər axı. Hakim onda çıxış eləmirlər artıq. Hakim mənə deyir ki, onu Bakıya işləməyə göndərsəydi, Bakıya da gedəcəkdi. Siz fikir verin. Bu demir, bunlar cinayət ediblər, onun işinə aid olmayan yerə işləməyə göndəriblər. Bunu ölümlə üz-üzə qoyublar. Bunu demir. Onları təmizə çıxartmaq üçün deyir ki, sənin yoldaşı deyir, Bakıya da göndərsəydilər, Bakıya getməliydi. Və başa düşürsünüz, vəziyyət nə yerdədir? Vəziyyət o yerdədir ki, biz vətəndaş olaraq nə polisə, nə prokuratura, nə də məhkəmədə haqq səsimizə səs tuta bilmirik. Bizim haqq səsimiz eşidilmir. Biz millət olaraq, Azərbaycan xalqı olaraq öz sözümüzü nə məhkəmə, sadə vətəndaşlardan söhbət gedir, oliqarxlardan söhbət getmir. Hicran Valiyevlardan, Mehman Əhmədovlardan söhbət getmir. Onlar belə deyir də, onların sözü hər yerdə keçir. Pul olan yerdə nə var ki, zavodun pulundan verirlər, özləri də deyib, dedim, hara şikayət edirsin? Hara istəyirsiniz şikayət edin? Və hara istəyirsiniz şikayət edin? Görürəm, həqiqətən də düz deyirlər də. Hara istəyirsən şikayət elə. Niyə? Çünki mən prezident aparatında qəbulda oldum. Qəbulda vəzifəli şəxs yox idi, onun köməkçiləri aparırdı. Və köməkçilərdən biri, mən qayıtdım ki, bəs mən istəmirəm də, şikayətim uzun olsun, başqa yerlərə şikayət edeyim. Xahiş edirəm şikayətimi aidiyyatı üzrə nəzarətə götürün. Mən nədirsə yaxşıdır, istəyirsən get Ərdoğana şikayət elə, istəyirsən get Putinə şikayət elə. Siz fikir verirsiniz, prezident aparatının məhsul işçisi vətəndaşa nə deyir? İstəyirsən get Ərdoğana şikayət elə. Mənim prezidentim qala-qala, mən nə gedib Ərdoğana şikayət eləməliyəm? Və bu zümrə xalqla prezident arasında böyük bir uçurum yaradır. Elə bir uçurum yaradır ki, sabah bu uçurumun aqibəti çox pis olacaq. Artıq mən yenə də deyirəm, keçən çıxışımda dedim, yenə də deyirəm. Hər gün yüzlərlə insan həm prezident aparatına, həm də Mehriban xanımın qəbuluna gedir. Niyə? Çünki həmin insanlar yerlərdə öz haqlarını sübut edə bilmirlər. Heç kəs onlara qulaq asmır. Çünki bunların nə pulu var verməyə, axı mən demirəm vəzifədə oturanlar hamısı rüşvətxordur. Amma belə görsənir. Belə görsənir ki, vəzifədə oturanların əksəriyyəti rüşvətxordur. Çünki
açıq-aşkar deyirlər, məsələn, STP-nin rəhbəri